Salam əziz şagirdlər, bugün mən sizə 6-cı sinif Azərbaycan dili Rus bölməsi üzrə İndi üstünüzə Topal Teymur gəlir adlı mətnin izahını verəcəm. İlk öncə mətni oxuyacağıq, daha sonra onun haqqında çalışmaları bir yerdə yazarıq. İndi üstünüzə Topal Teymur gəlir. Alçığın divarı boyu üzü yuxarı bir qarışqa özündən böyük yük daşıyırdı. Hərdən hamar yerə düşəndə ayağı sürüşür, biraz dayanıb sanki nəfəsini dərirdi. Sonra yenə yoluna davam edirdi. Teymur gözünü qarışqadan çəkmirdi. Sanki yaralarının ağrısını unutmuşdu. Bir neçə gün əvvəl döyüşdə ayağından və biləyindən yaralanmışdı. Artıq ikinci gün idi ki, o alaçığından çıxmırdı. Girişin ağzında duran keşikçilər onun əmri ilə təbibdən başqa heç kimi içəri buraxmır, özləri də qorxudan girmirdilər. Bu günlər ərzində sərkərdənin yaralarına mərhəm qoyan təbib, yaram sağalacaqmı, yeriyə biləcəmmi soruşan Teymuru, inşallah hər şey yaxşı olar, deyə sakitləşdirirdi. Nəhayət, bugün səhər o qorxa-qorxa dəhşətli həqiqəti söylədi. Qolun işləməyəcək, ayağın axsayacaq. Deməli, hər şey bitdi. Puç oldu o xəyallar, yenilməz sərkərdə, qüdrətli hökümdar olmaq arzusu. Harada görünüb ki, şikəst adam hökümdar olsun. İndi sən gəl, bir qol, bir ayaqla hakimiyyət uğrunda mübarizə apar, ölkələr fəth elə. Şikəst sərkərdənin arxasınca hansı döyüşçü gedər? İlahi, kimə lazımdır bu həyat? Allahım, nə idi günahım? Niyə bu oxları ürəyimə yönəltmədin? Divardakı qarışqa sağa yönəldi. Bir qədər gedib dayandı. Yenə üzü yuxarı çevirib dırmanmağa başladı. Görəsən, orada, yuxarıda nə var ki, bu həşərat özünü həlak edir? Bəlkə də Tanrı bütün canlıları elə yaradıb ki, hamısı yuxarıya, nəyinsə zirvəsinə çatmaq istəyir. Mən də istəyirdim. Və burada söz mücrüsündə bizim üçün sözlər qeyd edilib. Çox yaxşı olardı ki, bu sözləri siz özünüz üçün qeyd dəftərinə yazasınız və öyrənəsiniz. Bu sözlər fəth etmək, vilayət, vali, mürgiləmək, puçulmaq, nəfəsini dərmək, alaçıq, özünü həlak etmək, təbib. Söz mücrüsündəki bu sözlərin mənasını dərsliyin 158-ci səhifəsindəki izahlı sözlük bölməsindən siz tapıb öyrənə bilərsiniz. Bu sözlərin hər birinin mənası kitabın arxasında səhifə 158-də qeyd edilib. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur gənc yaşlarından döyüşlərdə iştirak etməyə başlamışdı. 25 yaşındaykən Keş vilayətinə hakim təyin edilmişdi. O bununla kifayətlənməyib bütün ölkədə hakimiyyəti ələ keçirmək istəyirdi. Lakin özünə yaxın bildiyi qohumu həlledici döyüşdə ona xəyanət etdi. Lənətə gəlmiş Sistan valisi məndən düşmənlərinə qarşı yardım istədi. Sən demə, fikri başqa imiş, məni gücdən salıb, məhv etmək istəyirmiş. 5 qalanı azad etdim, o isə mənə arxadan zərbə vurdu. Xain, rəqibə inanmaq lazım deyil, onu əzmək lazımdır. Bax bu qarışqa kimi. Teymur birazca dikəlib, var gücü ilə divardakı qarışqaya tərəf üfürdü. Qarışqa yox oldu. Teymur taxtdan əyilib, yerə nəzər saldı. Orada da həşəratı görmədi, biraz sakitləşib mürgilədi. Nə qədər yatdığını özü də bilmədi. Gözünü açanda qarşısında kiçik, qara bir nöqtənin tərpəndiyini gördü. Bir-iki dəfə gözünü açıb yumdu və bir daha diqqətlə baxdı. Qarışqa divarda həmin yerində idi və əvvəlki kimi üzü yuxarı dırmaşırdı. Nə inadkar məxluqdur bu? Düz yeri qoyub divara dırmaşır. Bəlkə belə lazımdır. Bəlkə. Xoşbəxtlik zirvəyə çatmaq deyil, ona can atmaqdadır. Onda mən niyə zarıyıram? Yəqin bir qarışqa qədər olmadım. Böyük iş olub, ayağım axsayacaq. Güya ki, ölkələri qaça-qaça fəth edəcəkdim. Ağlım yerimdədir.
Qüdrətimi itirməmişəm. Yox, sevinməyin, düşmənlər. İndi üstünüzə Topal Teymur gəlir. O sizdən mərhəmət diləmir. Lakin siz də ondan aman gözləməyin. İndi isə bu mətnlə bağlı çalışmaların izahına keçək. Çalışma B. Kontekstə əsasən alaçıq və təbib sözlərin mənasını təxmin edin. Lüğət vasitəsilə bu sözlərin mənasını və sinonimini müəyyənləşdirin. Alaçıq çubuqdan qurulub, üstü keçə ilə örtülən köçəri mənzil deməkdir. Sinonimi çadır. Təbibin sinonimi isə həkim deməkdir. Çalışma C. Əmir Teymur, Teymur Ləng, Avropa dillərində Tamerlan ləqəbi ilə məşhurlaşmışdı. Ləng sözünün mənasını araşdırın və bu ləqəbin səbəbini izah edin. Lüğətlərdə ləng sözü ağır, asta, yavaş, ağır tərpənişli kimi izah olunmuşdu. Çox ləng adamdır, ləng işləmək. Bu formalarda da işlədilir. Çalışma Ç. Həlak olmaq sözünün mənasını izah edin. Kontekstdən çıxış edərək özünü həlak etmək ifadəsinin mənasını təxmin edin. Çox çalışmaq, özünü üzüb əldən salmaq, həddən artıq yormaq kimi bu çalışmanın cavabını biz yaza bilərik. Çalışma D. Mətndə hansı suallara cavab yoxdur? Əmir Teymur kim idi? Hansı vilayətin hakimi idi? Biz yuxarı mətnə qayıtdıqda görərik ki, Əmir Teymur uşaq yaşlarından at çapmaqla, ox atmaqla mahir olan Teymur gənc yaşlarından döyüşlərdə iştirak etməyə başlayıb və 25 yaşında ikən Keş vilayətinə hakim təyin edilmişdi. Biz buradan görürük ki, çalışma D-də 1 və 2-nin cavabları mətndə var. Amma onun neçənci illərdə hakimiyyətdə olması, hansı əraziləri fəth etməsi barədə heç bir məlumat yoxdur. Deməli, çalışma D-də 3 və 4-cü variantları biz seçərik. Çalışma Y. Mətnin məzmununa əsasən cümlələri tamamlayıb şərh edin. 1. Teymur bədimin fikirlərə qapılmışdı. Çünki həkimdən şikəst qalacağını öyrəndi. Bundan sonra döyüşlərdə iştirak edə bilməyəcəyini, xəyallarının puç olduğunu düşünürdü. 2. İndi artıq nikbin hisslər sərkərdənin ürəyini bürümüşdü. Çünki kiçik bir həşəratın, qarışqanın inatkarlığı onu motivasiya edirdi. Çalışma Ə. Mətnə əsasən sübut edin ki, Teymur döyüşdə qolundan və ayağından ox yarası almışdı. Mətndə Əmir Teymurun dilindən belə deyilir. İndi sən gəl, bir qol, bir ayaqla hakimiyyət uğrunda mübarizə aparar, ölkələr fəth elə. Çalışma Ənin cavabını biz belə yaza bilərik. Sonra biz keçək çalışma F-yə. Əmir Teymurun xarakterindəki xüsusiyyətlər haqqında danışın. Döyüşkən, iddialı, qətiyyətli, mübariz. Biz deyə bilərik ki, Əmir Teymur döyüşkən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur çox gənc yaşlarında döyüşlərdə iştirak etməyə başlamışdı. Əmir Teymur iddialı idi. 25 yaşında ikən Keş vilayətinə hakim təyin edilib, o bununla kifayətlənməyib, bütün ölkədə hakimiyyəti ələ keçirmək istəyirdi. Əmir Teymur qətiyyətli idi. Bütün qərarlarını qətiyyətlə, inamla verirdi. Əmir Teymur mübariz idi. Daim düşmənləri ilə mübarizə aparırdı.